Okey, bizdə dəqiqə, hə, bayaq düvənliyinədik. Bir saniyə bu siləndə dedik ki, hə, bu olmaz. Tamam, ən pis halda belə yarada bilərik ki, null dəyəri olsun. Dəyəri burada nəyə görə? Elə bil bax. Bunu yazmayanda avtomatik olaraq burada deyir ki, bu şərt ödənmədi, bu şərt ödənmədi, bu şərt ödənməlidir. Bəs bir dənə də case var axı. Çünki bu yazdığımız if-dir, else if-dir, else if-dir, bunun else halı var. Orada heç bir dəyər almadığına görə avtomatik o halda yoxlayır ki, deyir o hal olmasa, bunun dəyəri olacaq null. Nullun da istifadə olunmasının belirliyində qarşısını alır. Bunu belə eləyə bilərik. Bircə dəqiqə yazıları silmək şərti ilə ekranımız təmiz olsun. Bayaq dediyim versiya edə bilərik. Birinci else-yə bərabərdir. Fərz edək bunu belləməyək. Payment bərabərdir null verə bilərik. Bu okey eləyəcək. Amma bu else şərti biraz mənasızdır. Bunu yazmaqdansa elə bunu belə də yaza bilərik. Səhv etmirəmsə. Okey. Artıq buna ehtiyac qalmamalıdır. Default dəyər çünki artıq nulldur. Və bu da bizə nə kömək eləyəcək? Əgər bax bu nuldursa, bu o deməkdir ki, nə bu şərt ödənib, nə bu şərt, nə bu şərt. Heç bir üç şərt ödənməyib. Onda biz ekrana elə bil ki, belə deyim də, informasiya və yaxud xəta xarakterli bir dənə mesaj çıxardacağıq ki, problem yarandı. Ona görə gəl belə eləyək. Deməli, problem yarananda da yadındadırsa, biz 400 və 500 xətalar bizim var idi, HTTP status kodla bağlı. Bu əslində bir nöqteyi nəzərdən 400-dür. Çünki nəyə görə? Validation tipli bir xətaya oxşuyur da. Bu göz önündədir ki, bunu validasiya eləyə bilərik. Onda bura avtomatik belə eləyə bilərik. Return bad request belə bir şeydə 2 dəqiqə return bad request və informasiyamızda bura yaza bilərik ki wrong payment type. Hətta qabağında böyle error yazaq. Wrong error. Wrong payment type. Tamam. Okey. Və ən sonda hətta biz bircə dəqiqə əgər API çıxardıqsa sürətli şəkildə gəl belə bir şey eləyək. Bu informasiyaları elə geri qaytaraq və bizim konsola yazılmalıdır. Elə API-də görək də konsola yazanda fərqli bir pəncərəyə baxmaqdansa gəl biz belə eləyək qısa. Deməli, burada neçə dənə void var? Hamısı voiddir da, düzdür. Gəl Ctrl-H eləyək. Bunu aşağı eləyək. Cari faili seçək. Void-i stringlə əvəz eləyək. Okey. Konsoluda. Deyəm bir dəqiqə. Deməli, əvəz eləyəcək. Bax, belə bir oxla əvəz eləsək. Neçə dənə yerdə var? Select yox, current file'da. Yox, burada seçə... Deyin. Yox, burada da seçə bilmədim. Nəysə, deyəcəkdim ki, bundan... No, tərs elədim hemen. Deməli, bax, bunu Ctrl-H. Bunu eləyə bilmirmiş. Bunu eləyə bilir. Gəl bunu belə replace eləyək. Sonra Ekran donub mənə elə gəlir yoxsa bizə siz indi hansı tərəfdəsiniz? Mənim ekran donubmu? Hə, indi burada. kodu görürsən? İndi gördüm bu hissəni. Yəni bu hissə bayaqdan yox idi. Donmuşdu. Bəli, müəllim. Deyəm, deyəcəm. Sürətli olsun deyə. Mən elə bunu keçirtdim də, string formada ifadə keçirtdim ki, API-in elə bir nəticəsini biz şeydən görək də, nədir, ekrandan görək. Bayaq biz konsola yazacaqdıq. Dedi elə konsol application kimi olsun, amma biz zaten API-miz var idi, yəni biraz genişləndirdik. Elə bu nəticəni geriyə string kimi qaytarar bu funksiyalardan. Onu da elə Swagger-in içində rahat görək deyənə bunu keçirtdim funksiyaya. Bu da bizim arrow funksiya məntiqimiz var idi da, burada istifadə etdiyimiz. Həmin məntiqi istifadə eləyəcəyik burada. Sadəcə artıq olan parçaları bir dənə yığışdırmamız lazımdır. Deməli, buradan bunu sildik. Bunu da silək. Bu və bu. Okey. İndi bir dənə qısa olaraq buna baxış elə gör. Burada sənə anlaşılmayan bir hissələr varmı?
qarışıq sintaksə. Amma məsəl üçün Hı, 2 dənəsini yox, analiz eləsən kifayətdir. Digərləri zaten copy-paste məntiqinədir. yox, burada yəni fərq yox, bir Okey. problem yox. Tamam. Onda qayıtdıq geriyə. Bizim indi payment proses kontrollerimizə gedəcəyik. Daha doğrusu payment menecerdir bu. Process payment. Tamam. Əla, super. Deməli, xətamız olan halda bunu çıxartdıq. Bu biri halda da okey. Deyən bir dəqiqə gələyən bir saniyə. Burada nə edir? Bizdə nə var? Process payment. Proses başlama və bitmədi. Onda gəl belə eləyəcəyik. Tak var. Payment. Payment. Start infodur. Bu nə olacaq? Bax, indi bizim paymentimiz var da, düzdür. Payment yazacağıq. Burada nə yazacağıq? Start payment process. Bu bizə nə verəcək? Deyir ki, is argument given. Hə, sorry. Amount-u verməliyik buna. Doğrudur. Amount. Tamam. Bu bizə nə verəcək? Paymentin başlaması haqqında informasiyanı verəcək. Çox gözəl. İndi paymentin bitməsi ilə də bağlı informasiyanı götürək. End info. Payment end info. Burada artıq şey yox idi. End payment process. Şey, okey, bu funksiyalarımızı çağırdıq, çox gözəl. Ən sonda biz return-ə yazsaq ki, deməli, bizim stringləri birləşdirən onsuz string.concat var idi. O funksiyamızdan istifadə edərək payment start info ilə paymentin end infosunu bura göndərə bilərik. Okey. Bu hissədə nəsə qarışıq qalan bir yer varmı? Aydın olmayan. Sintaksis etibarı ilə hardasa çətinlik və yaxud sual Xeyr, doğuracaq deyil. Hər şey okeydirmi? yox, bəli. Hə, tamam, əla, super. Onda bir dənə sadəcə biz breakpointimizi qoyaq və bircə dəqiqə baxaq görə bizim yazdığımız produkt kontrolerin içindədir. Çox super qəşəng. Hı -hı. Bizim hardasa bir dənə gözümüzdən bir şey qaçıb. Hə, sorry, bu köhnə kod prinsip etibarından bizə lazım deyil. That's why dear UI. Nəsə burada kodda ümid edirəm korlamamışım. Yox, yine də xətamız var. Hə, bu köhnədən belə görürəm hər şeyin üstünün. Bunu nəyə görə silmişdik? String məlumatımız var. Bu nə istəyir bizdən? Deyək ki, deməli, protonunda all code path return. Hə, return eləmədiyimiz bir hissə var. Bax, burada var məsələn. Gəl buradan da hələlik çox da name'i çıxışa verirəm. Bunu nəyə görə yazdığımı tam fikir verməyək. Okey, error prosesində nəsə yoxdur. Bu səfər də run olması lazım. Run olsun. Bircə dəqiqə bizim Swagger'də errorumuz var. Onda deməli biz kontrollerlərin hər hansısa birində qarışıqlığa yol vermişik. Hə, bircə dəqiqə deyəcəm. Biz payment'in bayaq dediyi name'ini yazmaq istəyirik, amma yazmadıq onu. Bax, burada bunu deyəsəm yanlış formada saxladıq. Name of'u biz burada da istifadə edə bilərik. Başqa bir şey görək, nəsə qaldı mı, dəndəran eləyək. Çünki təyin eləməlidir orada API-mizin adını falan. Yox, bir dənə də bir şey qaldı. Gözdə görək. Burada bircə dəqiqə. Bizə error çıxarda biləcək bir şey varmı? Deməli, cannot root pass. Loaded, assembly. Yox, burada informasiya yoxdur. Nə görə bəlkə bizə bu bir şey verir konsolda. Yox, vermir sadəcə.
Hansısa kontrollerimizdə biz qarışıqlıq eləmişik. Baxaq görək HTTP pod kontrol basedən bunlar əslində normal görünür. Reaction process payment okeyimiz də yerindədir. Bu buradadır. Bir dəqiqə görün. Burada biz neysə bəlkə bunlar qaydasındadır. Görünür. Bizə dəqiqə yoxsa biz tam yanlış yola verdik. Amma bu olmamalı. Neysə ben bunu da try eləyək. Neysə gözdən qaçıb. Əvvəlki API-lərdən ümid edirəm ki, biz çox korlamamışdıq. Keçən səfər test eləyəndə bəzilərini sildik. Bəzilərini edit elədiyi ola bilər ki, hə deyirəm də bunluq deyilmiş. Niyə məlumat verir? Not found slider, tamam. Bizə dəqiqə biz. Dayan, bunu qaytaraq. 2 dəqiqə biz sliderdə buradan nəsə yazmışıq, sonra silmişik deyəsən. Use slider UI. Əslində sliderin məlumatları buradadır. Environmentdir, plusa developmentdir. Bu əslində onu istifadə etməyə imkan verir. Burada unutduğumuz nə ola bilər? Demək, slider əlavə olunub, tamam. Maraqlıdır. Bunlardan nəysə görəsən silməmiş, delete niyə yox? Problem eləməyiz. Outputda və yaxud görək başqa bir nəyimiz var izləməyə. Deməli bu yerindədir, is yerindədir. Symbol loading disable. Create root product API qaydasındadır. Bircə dəqiqə. Okey, nəysə buradakı situasiyada keçən səfər biz burada trakasi düzü nəyə orada test eləmişik deyə xatırlamıram. Amma burada use gözümüzdən qaçıb. Use swagger'in özü. Swagger. Use swagger'in özü gözdən qaçıb. Bu da heç generasiya eləmirmiş. Swagger ona görə heç ümumiyyətlə orada swagger'in ataman belində istifadə edilirmiş. Tamamdır. Bizə lazım olan paymentdir. Okey. Let's go to here. Burada bizə kömək eləmir də zaten. Deməli, payerin infosunu düzdə elə ekstra bir yerə çıxarmamışıq. Onu da qeyd eləyərik. Məsələn, yazaq Vasifdir. Fərz eləyək, amountumuzu yazaq 34 manat. Heç məsələn, tutaq ki, payment type qeyd eləməsək görə nə baş verəcək? Breakpointimizi götürək. Okey, error wrong payment. Bu tamamdır. İndi məsələn, bax, burada gəl belə eləyək step. Başlayırıq burada bir yazmağa. Execute eləyirik. Okey. Deməli, bax, bizim conditionımıza görə nə gəlibdir UI-dan? Cash gəlib. Bu kartda ödəməyəcək. Cash gəldi, bunun konstruktorunu yaratdı. Okey, buradan da informasiyaları yığdı və bizə təqdim elədi. Bu da bizim oldu kart prosesi ilə bağlı olan informasiyaları API-yə verməyimiz. Deməli, burada istəsək dəyişsək, fərz eləyək, üçüncü üsulumuz varsa o çıxacaq. Terminal proses start elədi. Həmin terminal prosesimiz bitdi. Və fərz eləyək 67 yazdı bura. Yeni qayda ilə wrong proses yazmış olacaq. Bax, indi bax, bu da oldu bizim. Belə deyək də. Nədir bu? Abstraksiya məntiqi ilə Polmarsan tətbiqi həm API-ların istifadəsini gördük, həm burada enamlarımızın da API-lərdə istifadəsini, həmçinin də bu yanaşmadan istifadə edə bildik. Deməli, klassımızı burada tip olaraq base class olsa da abstrakt klassdan obyekt yaradırıq, amma fikir versən inisiallaşmanı biz abstrakt klassdan birbaşa eləyə bilmərik.
Çünki dedik ki, abstrakt klassdan inisial, belə deyək də, instans yaratmaq olmur. Obyekt yarada bilmirik. Amma ki, bu base type olduğuna görə bu biri tiplərə nisbətdə şərtlərimizə uyğun olaraq biz klasslarımızı yaratdıq. Sadəcə bax, burada görsən, heç bir dəyişiklik eləmədən bunu istifadə elədik. İndi bax, məsələn, bu bizə harda? Bu tipli kod bu arada həm də bizə harda kömək eləyir? Fərz eləyək ki, sabah bir dənə başqa bir ödəniş sistemi gəldi. Neyniyəcəyik? Gələcəyik bura. Fərqli ödəniş sistemi nə var? Həm ƏDV ilə fərz eləyək. ƏDV ilə ödəniş sistemində yox da nəsə də indi belə bir şey yaradım. Gələcəyik bura biz sadəcə. Terminal yox. ƏDV-nin ingiliscəsi bilməm nə. EDV yazıram getsin də ingiliscəsini bilməm nədir. Terminalı dəyişirik belə. Siyah dəyişdik, düzdür. Gəlirik, çox rahat. Bizim deməli, sadəcə enamımızı bir dənə yeniləyəcəyik. Növbəti bura biz bir dənə enam əlavə eləyəcəyik ki, vergül qoyduq, EDV yazdıq. Okey. Sadəcə sonuncu condition'ı bir dənə belə eləsək, ƏDV. Bu da olacaq ƏDV payment. Bu qədər basit. Bax, biz aşağı hissədə görsən və bu hissədə heç bir dəyişiklik eləməyimizə ehtiyac qalmadı. Bir dənə də start eləsək, gəlib burada dördüncü paymentimizi yazsaq, artıq burada test eləyə bilərik. ƏDV payment start olundu. $34 və yaxud nə bilim $54. Bu hissə okey, aydın oldu mu? Bax, bizim abstrakt olan məsələn funksiyamızı və ya abstraksiyamızı polimorfizmdə necə istifadə eləyə bilərik. Həmçinin bax, bunu istəsək lab yox, onda varisliklə qarmaşıq olacaq. Okey, bununla belə deyək, yetinək çox da uzatmayaq. Deməli, bu hissədən də gördüyümüz kimi, bir dənə də bir şey soruşuram. Məsələn, burada istəsək abstrakt klassa gövdəsini yazdığımız funksiya da yaza bilərik. Əgər ehtiyac duyuruqsa, lazım deyilsə heç oraya heç girməyək. Bu hissədən sənə belə indi aydın oldu mu override və yaxud belə polimorfizmdən necə istifadə edirik? Bəli, bəli. Okey, onda başqa nəsə sual var idimi? Vaxt. Xeyr, müəllim, hələ ki onlar idi. Okey. Bunu da həm də özüm belə kombinasiyalı yazdım ki, həm bizim keçən səfər enamlarımızı təkrarlamış olaq, həm də bizim API-mızı. Sonra görün biz nəyimiz qaldı mövzu etibarı ilə. Digər dərslərə də baxarsan. Sonra. Sən ümumiyyətlə API mövzularına gəlmisən təkrar baxmaq etibarı ilə və yaxud belə soruş, belə də soruşa bilərik. API Belə deyim, mən okeydir səndə. elə bir ki gəldim, API ilk dəfə keçmişdi, oradayam mən. Yəni ora giriş vermişəm, o videolara baxıram. Girik. Onda tamam, belə bir şey eləyərik. Bizim deməli bir-iki dənə bir qeyd elədiyimiz mövzumuz var idi. Rekord taypları idi. Bunu hələ ki şey eləyirəm, növbəti dərslərə ertələyirəm. Çünki irəlidə lazım olacaq da. Hələ bu dəqiqə aktiv istifadə eləmirik. İki dənə belə dedim də bizim ana başlığımız var. Biri verilənlər bazasına biraz giriş eləməliyik. İkincisi də bax, məsəl üçün bu gün belə bir şey yaşadıq ha bayaqları. Kodumuzun üstündə müəyyən dəyişikliklər elədik, amma nə dəyişiklik elədiyimizi normalda, yəni insan etibarına, yaddaş etibarından yaddan çıxa bilər, bu və ya digər səbəbdən. Onu track eləyən bizə sistem lazımdır. Həmin o belə deyim də elə yerə gəlmişəm, asılmışam. Bu tipli situasiyalar olur və yaxud e-puls yazırsan, müəyyən müddət sonra silinir və yaxud əlin dəyənlər hər hansı bir səbəbdən silinə bilər sənin öz notebookunda və yaxud biraz da böyüdən dəyişir. Məsələn, şirkətdə sən indi getmisən, düzdür, komanda şəklində iş görürsən. Bir komanda orada da belə deyim, şirkətdə də adətən necə olur? Bir layihədə birdən çox adam iştirak eləyir də. Ola bilər 4, 3, 2 developer iştirak eləyə bilər. İndi fərz elə bir dənə də layihəmiz var. O layihəni hərə öz notebookumda işləsə, onu necə belə deyim də birləşdirə, necə bir layihə kimi təqdim eləyə bilərik? Fərz eləyə bax, belə mən bir dənə produkt layihəsi yaratmışam. Mən bu kodu yazdım, düzdür? İndi sən təzə işçi kimi Ben gələcəksən. istifadə edirdik. Necə? GitHub-dan istifadə Ay, edirdik. sağ ol. Hə, version control sistemləri deyirlər ümumilikdə onlara.
versiya kontrol sistemidir də belə deyim. Bu da nə deməkdir? Versiyada o deməkdir ki, məsələn bu gün kod yazdın, sabah da onun üstünə əlavə elədinsə, indi versiyalama məntiqinə fərz elə ki, o birinci, bu ikinci versiyadır da. Bunu kontrol eləmək üçün olan sistemlərdir. Bunlar üçün də bir neçə alternativ belə deyim də sistemlər var. GitHub var, GitLab var, sonra Bitbucket var və s. və ilaxır. Ən məşhurlar GitHub-la GitLab-dır. Hamısının belə deyim də işləmə məntiqinin altında əsas məntiqi belə deyim verən Git nədir? Sistemi belə deyək, adı Git olaraq gedir. Həmin belə deyim, yanaşma üsulu mu deyək və yaxud işləmə məntiqi mi deyək, qraflar nəzəriyyəsi. Sən məncə qraflar nəzəriyyəsi mənim keçmişsən yoxsa yox? Universitetdə Hə. deyildi, Biz bəli. qısaltma Ağacvari işlədik, amma biz də struktur. elə belində keçdiyimiz dönəmlərdə bilmirdik ki, nəsin istifadə olunur. Sonradan sonraya bəzi şeylər gördükcə görürsən ki, nə yaxşı qraflar əslində çox vacibli fənn imiş. Hə, deməli, e, yerə söhbət eləmişkən bir şey də var idi, görürəm. Dijkstra alqoritmi var idi, məşhur. Nə oldu? Xatırlamırsan? Bir də deyin adını zəhmət olmasa. Dijkstra alqoritmi. Tacir, Eşitmişəm. çanta məsələsi falan yox idi ki sizdə? Nə məsələsi? Tacir, çanta, qısa yolun tapılması. Hə, var idi, bəli, Hə, bəli. oradakı belə bir şeydi də. Məsələn, bax, elə bil pointlər qoyurdu bura, şəhər məntəqələri. İndiki hə bu əslində çox oxşayır bizə. Kuryer məsələsi var və yaxud taksi proqramları necə işləyir? Taksi bax bir müştərini buradan götürdü. Fərz eləyək bura aparacaq. Bax bura gedən yol indi bax bir neçədən ola bilər. Bir versiya belə gəlir, belə gedə bilər. İkinci bir versiya bura gələ bilər, buradan gedə bilər. Üçüncü bir versiya buradan deməli, sorry. Gəl onu ayıraq rəng etibarı ilə. Üçüncü versiya bura gəlib buradan gedə bilər. Bu hamısındadır. Tacir məsələ olsun, istəyir taksi proqramı olsun, istəyir kuryer proqramları olsun və yaxud belə deyim də, çatdırılma ilə bağlı olan sistemlər olsun. Hər biri o alqoritmə əsaslanır da. Bu alqoritm kömək eləyirdi ki, bu marşruta getmək üçün lazım olan ən qısa marşrutu tapaq. Burada indi taksi proqramlarında burada məsafədə rol oynayır. Təbii ki, yolda sürət həddi də rol oynayır. Ola bilər yol qısa ola bilər. Üzr istəyirəm, uzun ola bilər. Amma sürət həddi fərz eləyək 100-dür. Bu yol qısadır, amma sürət həddi 25-dir. Bunlar da nəzərə alınmaq şərti ilə ən qısa məsafənin tapılması üçün istifadə olunur, deyim, həmin o alqoritm qraflarda keçirirlər. Eyni buna oxşar situasiya ilə qraf məntiqi ilə və bura belində historik olaraq Tiri məntiqini də əlavə eləyirlər. Həmin o kodlarda olan dəyişiklikləri tutub saxlamaq üçün. Çünki nəyə görə? Nəyə gətirdim sözümü? Komanda halında işləyəndə sən burada fərz elə layihəni işlədin, digər komanda yoldaşında cari anda sənin işlədiyin dəyişiklikləri görmək istəyə bilər və yaxud belə deyim də, sən 100 dənə faylda dəyişirsən, o da 50 faylda dəyişir. İndi sonda şirkət deyir ki, bu faylları bir yerə yığmaq lazımdır. Axı layihə bütöv mövcuddur da, yəni hissələrlə mövcud deyil. Ona görə həmin version control sistemlərinə ehtiyacı var. O sistemlər bizə kömək eləyir ki, həm tim halında layihəmizi belə deyim də irəli aparaq, layihəni davam elətdirək, həmçinin də özümüzün üçün də önəmlidir ki, yazdığımız kodun həm burada belə deyim də işlədiyimiz müddətdə silə bilərik, onu geri qaytarmaq ehtiyac ola bilər. Ola bilər müəyyən yol getmişik kodda, səhv getmişik. Onu belə deyim də faylı bir-bir silmək lazımdır. Fərz elə ki 50 dənə faylı səhv yaratmısan. Hətta 50 faylın 5 dənəsini əslində düz yaratmısan, prosta onun içində səhvə yol vermisən. O səhv elədiyi hardan tapıb çıxarasan, o çox uzun prosesdir. Onun üçün sadəcə bax, hər yazılış belində kod yazdıqca version control sisteminə deyirsən ki, bir dənə ad verirsən. Deyirsən ki, mən bu gün fərz eləyək, payment sistemində müəyyən dəyişikliklər elədim. Elədin, ad verdin, göndərdin version control sisteminə. Kodlar orada belə deyim, sənin verdiyin adlarla qruplaşdırılmış şəkildə qalır. O özü birləşdirmə məntiqini təmin eləyəcək. Yəni onun işləmə məntiqinə zaten çox da girmirik də. Biz bu gün onsuz zaten Git-in istifadəsini öyrənmək istəyirik, onu yaratmaq yox. Özü bir şəkildə saxlayır, amma o saxladığı situasiyadan biz istifadə edə bilərik. İndi o həmin bax fərz eləyək ki, o 50 dənə dediyim situasiyanı bilmirik də nədir, nə deyil. Burada gedib ki, historiya baxırdıq, tarix məlumatlarını saxlayır o həmin version control sistemləri. Orada baxırsan ki, mənim kommentim tanış gəlir. Bu kommentin altında nə dəyişirlər? Bu. Əla. Bunlar mənə lazım deyil. Sən avtomatik burada olan dəyişikliklərin hər birinin bir dənə əmrdən geri qaytara bilirsən. Vəsiyo.
Bu 50 faylın hər birini avtomatik şəkildə silir. Bir versiyamız bu. Məsələn, ikinci halda dediyimiz kimi bax, kompaniyada məsəl üçün üstdən developer olduğunu düşün. Hərə müəyyən dəyişikliklər eləyir. Layihəmiz də bir dənə version control sistemdə mərkəz şəklində yerləşdirilir. Həmin developer oradan özlərinə uyğun olaraq branch məntiqini ümumiyyətlə bilirsənmi? Branch tanış gəlir, yadıma Hə. düşmür amma. Bax, branch əslində tərcümə etibarilə zaten qol-budaq deməkdir. Həmçinin, məsələn, belə bir şeydir. Bankların şöbələrinə falan da bəlkə eşidərsən. Deyirlər ki, məsəl Hı üçün, hı. Xətai brançı, nə bilim, Əhmədli brançı. Qol-budaq deməkdir, yəni tərcümə Bəli, bəli. etibarilə də və yaxud Bildim. burada da. İndi bax, burada da necə olur əslində işlər? Deməli, adətən layihəmizin kodu falan yazanda birinci development mərhələsi olur. Development nə idi? Developerlər burada öz işlədikləri yazıları ilə birləşdirirlər, testlərini özləri aparırlar. Sonra deyirlər ki, bax keçən səfər demişdim, ha, testinglə bağlı şirkətlərdə də QA injinerlər və yaxud testerlər olur. Həmin o testerlərin yoxlanması üçün dev mühitindən artıq keçir test mühitinə. Onda kodlar göndərilir test mühitinə. Müştərinin isə gördüyü hissə isə production mühitidir. Okey, indi bax bunların hər birinə uyğun əslində mühit deyəndə bizim üçün kod nöqteyi nəzərdən nə başa düşülür, onu izah eləmək istəyirəm. Kod nəzərdən o branch başa düşülür. Bu olur dev branchı, qısa adını yazıram. Bu olur test branch, sadəcə adı da. Bu da olur production branch. Bunların hər birində belə deyim, dəyişdikcən elə bil belə bir şey düşün. Necə düşünə bilərik? Belə eləyək. Bax, elə bil bir dənə ev düşün. Ev və yaxud yaddaş sahəsi düşün. Burada sənin faylların var. Bura fərz eləyək bu filial yerləşir. Nə deyim, bu storage-i qoymusan evdə. Bu evdə olan storage-indir. Bunun kopyasını yaradıb aparırsan, məsələn, nə bilim, dostlarınla nəyisə yoxlamaq istəyəndə, nə bilim, nəsə eləyəndə, bu olur fərz eləyək dostlarınla. İndi sənin, məsəl üçün, işdə də istifadə edən həmin storage var. O storage-i götürürsən, belə deyim də, bu storage artıq kopyasını yaratmısan üçündə. Birin daşınması üçün orada saxlayırsan, birində işdə saxlayırsan, fərz eləyək. Şeydən söhbət eləyə bilər. Məsələn, hard disklər yoxdur, elə düşün. 3 dənə hard diskin var. Eyni məlumat saxlayır, kopyalamısan bir-birinə. Hal-hazırda üçü də eynidir. İndi bax burada dəyişikliklər eləyəndə, birbaş olaraq bax nə buna təsir göstərir, nə də buna təsir eləyir. Evdəki diskdə indi bir dənə fayl sildin və yaxud ora bir dənə yeni fayl əlavə elədin. Hələ ki, bax, bunların heç birinə təsir eləməyib. Yenə də sən bu belə də dostlarla görüşməyə gedəndə bunu aparırsan, nə bilim, bu yaddaş səhifəsini göstərirsən ki, mənim fayllarım var, fərz eləyən proyekti, layihədir, şəkildir və s. İşə də gedirsən, həmin diskdən digərini aparırsan, iş apardığın. Bunlar bax, üç biri bir-birindən cari anda əlaqəsizdir. Yəni burada nəsə problem yaransa və yaxud burada nəsə problem yaransa, kod silinsə, eləsə, bu birinə təsir eləmir. Elə bil bax, branchda məntiq etibarən belədir. Sənin kodun nüsxələrə ayırır. O nüsxələrə ad verir. Məsələn, bayaq dediyimiz kimi development nüsxəsi, testing nüsxəsi və production nüsxəsi. Bu həmçinin də nüsxə nəyə ibarətdir? Dediyimiz kimi, development branchında developerlər öz testlərini aparır, nə bilim, layihəni run edir development branchındakı bütün dəyişiklikləri, həm özünün, həm digərlərinin dəyişiklikləri, çünki bura birləşir axı. Burada görür. Test mühitində testerlər öz işlərini davam eləyirlər. Production mühitində də müştəri baxır. Sən cari anda, məsələn, developerları dəyişiklik elədin, göndərirsən development branchına, görürsən ki, bax, bunların heç birinə təsir göstərmir. Development branchından götürürsən özün, sən götürmürsən də indi və yaxud komandanın rəhbəri ola bilər və yaxud digər səlahiyyətli şəxs ola bilər. Götürür daxildə satan olan developerlər tərəfindən bir dənə serverə həmin kodları göndərir ora, run eləyir orada. Artıq oradan həm bütün developerlər görə bilir ki, mənim kodumun artıq belə deyim də ilkin mərhələsi development mühitdə mövcuddur. Burada nə istəsən, testlər aparırsan falan və s. Bu testing mühitin belə deyim də təsir eləmir testing mühitinə. Mühitlərin bölünməsi bizim üçün adlanır branch. Branch da dediyimiz kimi kodların nüsxəsidir. Bir-birindən asılı olmasın deyə. Həmin elə bil developerlər yeni branchlar yaradanda, bu da nə deməkdir? Developer özü üçün bir dənə nüsxə yaradır.
O özü üçün öz nüsxəsi üzərində işləyir. Özü işlədiyinə görə bax bu nüsxəyə təsir eləməz. Yox, əgər hər kəs bu nüsxədə işləmiş olsa, artıq qarmaqarışıqlıq düşəcək. Elə bil bu nüsxədə, development nüsxəsində eyni anda 3 nəfərin işləməsi nə deməkdir? Elə bil bir dənə sənin text faylın var, 3 nəfər bunu açıb hərə bir dənə data yazmaq istəyir. Onda necə ola bilər? Sən 3-cü sətrə yazırsan, o da 3-cü sətrə yazır, başqa birisi də 3-cü sətrə yazır. Cari anda bunun realizasiya olunması biraz qarmaqarışıqlıqdır axı. Necə biləcək ki, notebook mən hansı birini yadda saxlayım? Ona görə də bax burada da eyni məntiq izlənilir. Branch məntiqi də ona deyir. Kodların nüsxəsidir. Neçə dənə branch yaratmaq istəyirsə, o qədər sənin kodlarının nüsxəsi olacaq. O nüsxələri bir-birindən eynisi də ola bilər və yaxud bir-birindən fərqləndirə də bilərsən kod dəyişiklikləri ilə. Bu arada müəyyən qədər izah eləmiş oldum. E, Belə deyərik onda. Nə deyir? Növbəti dərsdə onun bunun davamını gətirərik. İndi də biraz zaten zamanımız var, izah eləyəcəm. Növbəti dərsdə bunun davamını gətirərik. Kodlarımızın hər birini, bax bu yazdığım kodlarımızı necə belə deyim də version, control sistemə yerləşdirə bilərik. Ondan necə istifadə edə bilərik. Branch məntiqin qısa olaraq izah elədiyim hansı əməliyyatlar apara bilərik. Əksəriyyətində belə deyim, orada qeyd eləyəcəm. Bu bizə həm də nə verir? İndi sən hal-hazırda API məntiqinə baxırsan da 1-2 dərs bunu keçəcəyik. O keçdiyimiz müddətdə sən çalış həm version control məntiqin biraz anlamağa çalışarsan. Təbii ki, bunu işlədikcə əl alışqanlıq yaradacaq. Həm də API məntiqini öyrənərsən. API məntiqini də artıq öyrən, ondan sonra birbaşa elə bil çünki biz çox task eləməmişik, artıq keçdiyimiz xeyli də mövzu var. O mövzuları birləşdirək, tasklarımızın sayını artıraq ki, keçdiyimiz məlumatlar, belə deyim də, e, kodlama məlumatının oturuşması üçün mütləqdir ki, kod yazaq. Yazmadan bu öyrəndiyimiz nəzəriyyə heç bir şey işə yaramayacaq da. Müəyyən zaman sonra da unudulacaq, çıxacaq, gedəcək. Okey, ona görə API məntiqini biraz sürətli şəkildə mənimsəməyə çalışarsan. Bir dənə də bir şey soruşum. Bu yaxınlarda sənin imtahanın falan yoxdur ki? Mayın 17-si magistr imtahanım olacaq. Neçəsi? Mayın 17-si. Hə, maydadır, okeydir. Bu Hə. situasiyalarda sənə dərs baxmaq problem eləmir ki? Yox, yəni aprel ayı baxacağam inşallah. Hə, okey, əla. Aprel ayında onda çalışaq, həm bax API ilə git məntiqini oturtduraq. Sən özün də artıq API-lər yazmağa falan da nə belə deyim, nədir? Düşün də ağlıma nə yaza bilərsən, öz yaradıcılığını artsın deyə nə deyirəm də. Belə bir API yaz, elə yaz, fərqi yoxdur. Necə istəyirsən yaza bilərsən. Əsas odur ki, belə deyim də, bir yerdən yazmaqdan başlayaq. Ə, Həmçinin də hə, bu nəyə görə dedim? Məsələn, task qoyanda artıq o taskı işləyəcək bir yerdə və yaxud özün ayrı müstəqil şəkildə işlədiyin version control sisteminə göndərəcəksə, mən də rahat şəkildə oradakı dəyişiklikləri öz lokal kompüterimə çəkib baxacam, yoxlayacam ki, harda nələr eləmisən. Cari anda orada əlavə xüsusiyyətlər də var. Kommentariya yazmaq var və yaxud ola bilər ki, bir-iki xırda dəyişikliyi mənim eləməyimə ehtiyac qaldı. Mən də buradan dəyişiklik eləyib göndərəcəm version control sisteminə. Sən də özünü onlar oradan çəkəcəksən, sənin lokalında oturmuş olacaq. Bu bax görsən nəyin qarşısını alacaq. Normalda indi taskı işləsəydik belə olacaqdı. Mən bir dənə faylda dəyişiklik elədim, yaratdım, sənə göndərəcəkdim. Nə bilim, drive-dan, zip halda bir yerdən də. Sən onu zip haldan açıb, içinə bir şeylər yazıb göndərəcəkdin mənə. Mən belə elə bil futboldakı paslaşma kimi oynayacaqdıq da. Nə bilim, məlumat itkisi ola bilərdi və s. Bu uzun dərədir. Amma bu şəkildə olanda version control sisteminə sadəcə 1-2 düymə ilə bunu həll edirik. Sən dəyişiklik elədin, tamam əla. O dəyişikliklərə x, y, z bir dənə ad verdin. Düyməyə vurdun ki, okey. Və yaxud indi konsol əmrləri ilə də işləyə bilərik də. Orada da yenə 5-10 simvolluq bir kod sətri öyrənmiş olacağıq ki, dəyişiklikləri göndərdin version control sisteminə, əla. Mən də onu çəkdim, oturdu mənim lokalımda. Vəssalam, bu qədər. Görsən nə qədər saat olur, həm də mərkəzləşdirilmiş. Dedik ki, burada həm bayaq dediyimdə komanda şəkildə işləmək olsun, nə bilim kodlarımızın versiyalarına baxmaq olsun, kopyalanma, nüsxə, branch yaratma məntiq olsun və s. və ilə. Bunların hər birini keçəcəyik. Onda elə növbəti dərsdə də bunu daxil eləyərik. Bir-iki dərs bu olar. Ondan sonra da elə verilənlər bazasına keçərik. Verilənlər bazasında keçsək, version control sistemin və bizim API-miz. Bunların üçün birləşdirsə artıq beləcə sadə halda API məntiqinin belə deyək, kiçik circle deyək də, simple circle deyək, tamamlamış olacaq. Ondan sonra artıq onun üstündə inşa eləyəcəyik ki, belə deyim də, verilənlər bazasının daha rahat necə idarə etmək olur və yaxud verilənlər bazası ilə işləyəndə artıq bütün SQL kodlarını yazmağa obyekt yönümlü nöqteyi nəzərdən də yanaşmaq var. ORM-lər falan onlar keçəcək.
İlkin olaraq belə şey soruşun. Version kontrol sistemi ilə bağlı, belə JIT-lə bağlı nəsə fikir formalaşdımı, nəyə lazımdır, nə üçün önəmlidir? Bəli. Sən bir il əvvəl də baxmışdın. Hə, müəyyən qədər məlumatım var idi. Bəli, bəli. Bəli, bəli, var idi. Hə, İndi yadımdan çıxıb, amma yəni bilirdim də aha. ümumi görünüşü falan nə idi, hesab açmışdım. Hə, okey. Növbəti dərslərə lazım olan proqramlar falan bir dənə proqramdır zaten. Onu yükləyərik, giti, version sistem qurulsun. Bir yerdə onu qurarıq və ondan sonra da bizə lazım olacaq GitHub hesabla, GitHub və yaxud GitLab istifadə etməlisən ümumiyyətlə. Kitab istifadə Hə, eləmişdim. okey. Əgər akkauntun oldu olmadı elə istəsən create eləyərik oradan. Sonra layihə necə yaradır, necə paylaşılır, elə onu da göstərərik bir yerdə. Bu okey olar. Bizim ümumiyyətcə proqramdan nə qədər mövzu qalıb? Əslində onu bir dənə dəqiq sayın deyərəm. Bir də əlim altında deyil əslində ona görə. Hə, bildim. Yox, elə belə soruşdum Hə, ümumiyyətcə. əlim altında deyil dəqiq. Onu bir dənə deyərəm sənə təxminən nə qədər mövzumuz qalıb. Hə, yox, onsuz elə belə Hə, soruşdum, bir dənə yəni də əsas önəmli bir olan nədir? Mövzudan ziyadə də belə deyim. Bunların hər birini 30-dursan, sample olaraq. Əslində mövzu olaraq bunu da belə deyim, sayını da artıra da bilərik və yaxud azaltmaq da öz əlimizdədir. Önəmli olan o belə deyim də say deyil, nə qədər başa düşməyindir. Şey bəli, hissəsini bəli. tutdunsa məsələnin, belə də basic hissəsini. Üstünə onsuz da zaten nə qədər istəsən inşa edə bilirsən. Yəni bu Plus-dakı proqramlaşdırma belədir də, və yaxud proqramlaşdırma deməyək. IT sektoru belədir də, artmağa doğru gedir, nəinki azalmağa. Yəni bu gün belə deyək də, aktual olaraq 7 mövzu var. Fərz eləyək də indi işarəm. Sabah bu artıq olur 8. Birisi gün 9 olur. Sənin öyrənmə sürətin nə qədər yüksək olsa, o qədər belində takib eləyə bilirsən, track eləyə bilirsən. Nə qədər zəif olsan, nə qədər belə az zaman ayırsan, bu səndən o qədər uzaqlaşmış olur. Yəni mövzu sayıdır, bunlar şeylərdir, biraz belə bir nisbidir də, müəyyən bir şey kimi qoya bilərsən. Hədəf kimi qoyursan ki, ha, buna çatın, basic-i başa düşüm, ondan sonra artıq üstünə qoymanı şəxsən şəxsə görə də bu dəyişə bilən prosesdir. Elə adam var, məsələn, basic öyrəndi, tak hər şeyi artıq belə özü üstünə qoyub rahat şəkildə edə bilir. Bəzisi biraz bu sürətə az ola bilər. Hər elə bil iki tərəfimizdən asılıdır. Həm izah eləməkdən, həm də bunun qavrayıb icra eləməkdən. Başa düşdüm mən. Hə, okey. Version control sistemdə sadə halda dediyimiz kimi belədir və ayda zamanımız az qaldı deyəcəkdim ki, əlavə bir şeylər deyə bilərik, amma hələlik belə qalsın, onda yarım qalmasın. Növbəti dərsdə inşallah davam eləyərik. Version control sistemi detallı izah eləyərik. Nəsə başqa belə İnşallah. sualın və yaxud çətinliyin bir şeyin Xeyr, müəllim, qalmı? çox sağ olun.